Hər vaxtınız xeyirli olsun dostlar. Bu gün selfie modu ilə götürəcəm. Bu gün nənəmiz nə hazırlayırsan nənə? Qarışıq turşu. Qarışıq turşu hazırlayacaq. Soyuq havalar da gəlib göründüyü kimi. Yeməklərin yanında ət yeməyi, toyuq və balıq yeməklərin yanında xüsusən yaraşır dostlar, inandırım. Mix olacaq, qarışıqdır, amma eyni zamanda yəni çox ləzzətlidir də. Bu gündən nənəmiz hazırlayacaq. Artıq mən keçmişəm 1 dəqiqəlik reseptlərə. Dediyimiz kimi 1 dəqiqəyə öyrənəcəksən. Bu günlərdə nənəmiz sağ olsun bizlərə ətraflı izahatla başa salacaq qarışıq turşu reseptini. Keçək reseptə, videomuzu bəyənməyi unutmayın. Salam, hər vaxtınız xeyirli olsun. Qarışıq turşu hazırlayırıq. Bunun üçün bizə lazımdır ağ kələm, xiyar, markov. Üzr istəyirəm. Kələm boşluqdur. Bərk, çox bərk olsun, özü də ağ olsun. Hədə boşluq. Bilirəm, amma soruşuram ki, yeni izləyicilər var, bəlkə heç hazırlanmayanlar var. Elədir də, gənclər eləsi var ki, hələ indi başlayıb hazırlamağa. Yəni, başa salmalıyıq, borcumuzdur. Xiyardır, belə tikanlı xiyar, markov kök lazımdır 4 ədəd, acı bibər, belə bu şirin bibərdir, sonra bolqar bibərinin göyüdür, qırmızıdır, sonra kal pomidordur, göy pomidor, sarı bibər varsa sarı da qatmaq olar. Yəni ki, hansı rəngindən çox gözəl görünür, rəngli olanda. Sonra cəfəridir, sirkədir, üzüm sirkəsi, 4%-dir, dozdur. Yəni marketdən alınma. Bəli, bəli, marketdən almışıq da belə. Kimdə ev sirkəsi varsa neynəsin? Öyle ev sirkəsi də qata bilər, evdə hazırlanan sirkə. Olsun da çox qatmayacaq. Sonra dəfnə yarpağıdır, şüyüd toxumudur, keşiş toxumudur, sarımsaqdır, şəkər tozudur, bir də limon duzu. İndi başlayaq hazırlanmasına. Danışmaq istəyirəm. Danışmaq üçün danış da nə? Onu demək istəyirəm ki, biz bunları yumuşuq hamısını. Sonra izləyicilərimiz soruşur ki, bəs yumadınız. Sonra izləyici onu soruşmayacaq, nənə. Sonra izləyici deyəcək ki, sən deyirsən ki, danışmaq istəyirəm axı. Deyəcək ki, Vasif deyib ki, danışma. Yox, dedim görüm, çəkir kamera yoxsa yox. Ona görə. Bloger olub getmirsən nənə. Bunu kim hansı ölçüdə istəyirsə doğraya bilər. Yəni fərqi yoxdur. Nazik, qalın. Kim necə xoşlayır, elə də Əsas o da olsun. Əsas o da olsun, əlbəttə. Özəyini çıxardırıq ki, qalmasın. Xiyar neçə aldın? 70 qəpik, nə isə? Yox, ümumiyyətlə soruşum. Turşu üçün yaxşı olan bunlar deyə. Düzdür. Üstü belə tikanlı. Doğradığımız kələmləri tasın içinə yığırıq. 1 yemək qaşığı duzu əlavə edirik kələmin üstünə ki, yumuşalıb suyun buraxsın. Bəs əzişdirmirik? Niyə? Əzişdirmirik, qarışdırırıq. Belə yüngülcə qarışdırırıq ki, duz hər tərəfinə yayılsın. Ki, suyun buraxsın da biraz ölsün. Amma əzmək lazım deyil. Kökləri də doğrayaq, əlavə eləyək kələmin üstünə. Əvvəlcə belə asan olmaq üçün 4 hissəyə ayırırıq. Sonra belə, mən xoşlayıram uzun-uzun olsun. Belə. Kim nə fasonda istəsə doğraya bilər. Fasonla, əsas fason deyil, düzdür, dadıdır. Əlbəttə. Həm də yaraşığı da olmalıdır da. Balona yığanda gözəl görünsün. Yaraşıq vacibdir. Önəmlidir. Səliqə daha doğrudur. Başlayırıq pomidorları doğramaya. Pomidor da, baxın, belə rozlu da ola bilər. Əsas odur ki, bərk olsun. Bunlar daha dadlı olur. Düzdür. Özəyini çıxardırıq. Belə 3-4 yerə bölürük.
Acı biberləri doğrayanda içinin tumları ilə doğrayın. Çünki acılıq bunun pərdələrində, tumlarındadır. Kim çox acı sevirsə, acısını çox eləsin. Kim çox sevmirsə, azaltsın. Mən hardasa 4 dənə qatacağam. Bizdə 4 kilo kələmdir. Annen o cür bıçaq qoymuşam onu, götür onunla da orada. Hə, mənə bu daha rahatdır da. Evet. Çəkilərin deyim də, bizdə 4 kilo kələmdir. 1 kilo pomidordur, kilo yarım xiyardır, yarım kilo markofdur. Biberlər hamısı bir yerdə 1 kilodan çoxdur. Bir də göyərti neçə dəstədir? 4 dəstə. Ağ yerlərini çalışın, kəsin. Onunla doğrayırsan, onunla ki izi Hə, qalsın. kim istəsə yumru da doğraya bilər. Yəni kimə necə xoşsa elə də eləsin, vacib deyil. Çox xırda doğramalısan nənə. Yox, yox, xırda lazım deyil. Başlayaq bunları qarışdırmaya. Qarışdıraq ki, hər balona eyni düşsün də. Deməli, balonu götürürük, sarımsaqları belə doğrayıb atırıq içinə. Kələmə qatmadım ki, bir tərəfə az, bir tərəfə çox düşməsin, elə hər balona eyni düşsün. Sonra dəfnə yarpağı əlavə edirik. 1 çay qaşığı şüyüd toxumu. 1 çay qaşığı da keşniş toxumu əlavə Bu edirik. keşniş toxumu sən idi yandı nənə. Mən xoşlayıram da, əlavə olur. Doğrudan qəşəng olur. İndi bunları da əlavə edirik içinə. Əlimizlə basırıq. Xoşbəxt adamsan nənə, əlin gizli o balona. Hə, girməsə, kimin əli girmirsə, taxta qaşıqla, neynəsə basa bilər. Taxta qaşıq onun yerin vermir. Kimdən nəsə varsa çağırsın. Aralarına da dəfnə yarpağı qoysan. Hə, arasına qoymaq lazımdır ki, ətri gözəl olur. Bu şüyüd toxumu olmasa əgər, uzun şüyüdlər olur, quru. Ondan Çətri, qoyma. şüyüd çətri. Əlbəttə, kim istəyir ondan qoysun. Hamısını balona əlavə elədik. Kələmin suyu bu qədər qaldı. Bu bizə lazım deyil. Bir balona lazımdır bizə Himalay duzu ya da qaya duzu. 2 xörək qaşığının dolusu. Himalay duzu kələmə yaraşır. Ümumiyyətlə Ümumiyyətlə bütün turşulara yaraşır, çox qəşəng. yaraşır. Turşuluq verir. Ay sağ ol. 1 yemək qaşığı şəkər tozu. Çoxları yazır ki, şəkər tozu vurmasam olar. Onu nəyə görə vursan, onu da bir zəhmət izah elə. Marinadda çox yaxşı olur da, xırçıltılıq almayına kömək eləyir. Yəni ki, bu şirinlik vermir ki ona. Şirinliyi vermir, bəli. Çox elə bir şirinliyi qalır. gözəlləşdirir. 1 çay qaşığının dolusu da limon duzu. Əlavə elədik. Limon duzu da turşumayına kömək olur. 1 armudu stakanı da dolusu üzüm sirkəsi. Alma sirkəsi də olar. İndi bunun üstünə qaynar su əlavə edirik. Qaynar. Qəşəng çayın içi var. Hə, qəşəng gün olsun.
Hamı bu şorabanı şorruyur. Hamında da inanıram ki, çox gözəl də çıxır. Məndə olan fərqlilik odur ki, buna qaynar su əlavə edirik. Qaynar su əlavə eləyib krışqa ilə bağlamayı da olar. Elə kapron qapaqla da saxlamayı olar. Yəni onu çırpmalıyıq, hə? Havasına görə. Havasına görə belə qaşıqla biraz eləyirik. Həm duzu aşağı gedir, həm də havası çıxır. Əla. Tam doldururuq, dolandan sonra ağzına belə kapron qapaq bağlayırıq. Kapron qapaq bağlayırıq, biraz qarışdırırıq belə, çeviririk. Ara sıra açmaq lazımdır. Yox, qətiyyən olmaz. İsti olar, ehtiyatla koyuyoruz, sonra çeviririk. Onu atmayın, çalışın üstünə. Onu da yadımdan çıxdı. Atmayın deyə batmaq. Üstünə belə göyərti qoyun ki, kif atmasın. Onsuz da kiflənməyəcək. Yaxşı olar ki, ən üstə göyərti qalsın. Demək, üstə göyərti qoyanda kif atmanın qabağını alır. Həm qabağını alır, həm də ki, çalışın çox açıb bağlamayın. Yiyəndə açarsınız. Hardasa 15 günə tutacaq bu. 15 günə tutur. Əgər tez istəyirsinizsə, tez tutsun. Buna bir 10 dənə noxud atın. Ki, bir həftəyə yemək istəyirsinizsə, 10 dənə noxud atın. Bir həftəyə hazır olsun, yiyin. Amma biz bunu qış üçün hazırladıq. Bu, sərin yerdə bir aya gələr. Əgər istəyirsinizsə, tez gəlsin, evdə qoyun, bir həftəyə. Gəlsin, yiyin. Həm də ki, qaynar su ilə çox xırçıltılı olur. Mən sırağa gün qaynar su ilə qoymuşdum. Onu da videonun axırında göstərərik. Hə, göstərək, baxsınlar. Mən bu turşuya xiyardan başqa hər şey əlavə eləmişəm, amma çuğundur qatmışam. İcazənlə nənə. Sənə icazə verirəm, dadına bax. Xırçıltılıymış. Xırçıltısı necədir? Yəni qaynar su ilə qoyular birdən əzilər deyə qorxmayın. Həqiqətən də çox xırçıltılı olur, kiflənmir, dadı da gözəl olur. Çox ləzzətlidir bu. Hazırlayan hər Bu kəsə çörək arası belə yemək xoş olar. olsun. Sənin də əllərinə sağlıq. Doğrudan bu dadı hazırlamağa dəyər. Minnətdaram. Dostlar, siz də sağ olun. Videomuzu bəyənməyi unutmayın. Allah'a emanet olun. İnanırıq ki, köməyimiz dəydi.